Salam, mən Laçınay Qarşılaşlar kəndindən texnik işlər incələsi mənim oğlum istəyirəm. Ötən videomda özüm haqqında qısa da olsa məlumat vermişdim. Mən hazırda Polşanın Krakow şəhərindəyəm və Polşanın burada Polşanın digər şəhərləri olduğu kimi gözəl şəhərdir. Hava nisbətən küləklidir burada. Mən bu videonu Qarşılaşlar Sport kanalı üçün seçirəm və kanalın yaradıcısı kanallarında kanalın izləyicilərine də həmçinin təşəkkürlər bu kanalı izlədikləri üçün var olasınız. Məqsədimiz vətənimizi daima uzatmaq və dünyanın fərqli ölkələrində lazımi dərəcədə tanınmaqdır. Sağ olun, hələlik. Burada Polşanın Krakow şəhərindəyəm və burada hal-hazırda muzeydəyəm. Bu muzey 2-ci Dünya müharibəsi ərəfəsində Almanların istifadə etdiyi silahlar, geyimlər və Yahudilərə qarşı törətdikləri işgəncələrin alətləri, Yahudilərin istifadə etdiyi geyimlər, Yahudilərə aid bütün hər nə varsa, hətta onların şəkilləri, video çarxları mövcuddur. Qeyd edim ki, bu şəhər 2-ci Dünya müharibəsi ərəfəsində Almanların ən böyük hərbi kampı bu şəhərdə olubdur. Mən bundan əvvəl Poznan şəhərində idim. Poznan şəhərində də muzey var. Sadəcə oradan video çəkiliş edə bilmədim, çünki gec saatlarda çatmışdıq şəhərə və muzey bağlanmaq üzrə idi. Biz də bir günlük gəlmişdik o şəhərə. Bu Almanların yüksək rütbəli generallarının geyindiyi geyim formasıdır. Onlara təbii ki, o dövr üçün generalların qılıncı olmasa olmaz, papağı və tabor bayrağı. Bu da onların istifadə etdiyi silahların bəzi nümunəsi. Burada hətta tank belə var. Çox kiçik ölçüdədir. İçinə bir nəfər və yaxud da 2 nəfər sığacaq ölçüdə düzəldiblər. Almanlara aid olub. Hal-hazırda içinin mexanizması yoxdur. Sadəcə maket qismində qoyublar bura. Ancaq vaxtı ikən döyüşlərdə iştirak edibdir bu tank. Burada səhv etmirəmsə, bu Yahudilərə aid olmalıdır. Çünki əksər əşyalar Yahudilərə aiddir. Sadəcə silahlar və geyim formalarının bəziləri, hərbi geyim formaları Almanlara aiddir yalnız. Bu da Yahudilərə aiddir. Uşaqlarını gəzdirmək üçün istifadə edirdilər. Kod sistemləri. Hətta bu qapılar belə 2-ci Dünya müharibəsi ərəfəsində istifadə olunmuş qapılardır. Bütün hər bir qapı dəhlizə açılan qapılar. Sadəcə bunu da maket qismində qoyublar. Burada Almanların səngər ön cəbhələrə yerləşdirdiyi avtomat silahlar və sıravi əsgərlərin hər ikisi sıravi əsgərlərə aiddir. Sadəcə bu bəzi əsgərlərə verilirdi, səngərləri müdafiəsində onlar yerlərini tərk etməməlidirlər. Sadəcə bu silahlar isə həm müdafiə, həm hücum xarakteri daşıyırdı. Bu silah yalnız müdafiədə istifadə olunurdu. Bu əleyh qaz onların istifadə etdiyi zəhərli qazlardan qorunması üçündür. Onların ştiknoju, kaskı, su qapısı, paltarları, hətta bəzi kaskaların üzərində güllə izləri belə var. Kaskaların üzərində güllə izləri belə var. Hətta bəzi güllələr belə atılmayıb, istifadə olunmayıb. Tank üçün güllə və sniper üçün güllə. Burada düşmənin hərəkətini izləmək üçün günah qolları. Burada Yahudilərin və Almanların şəkilləridir. Aydın görsənmir. Canlı gözlə görsənmir. Alman zabitlərinin
çəkdiyi fotolar, çəkdirdiyi fotolar, Alman zabitlərinin çəkdiyi fotolar, çəkdirdiyi fotolar. Qeyd edim ki, bura normal giriş biletinin qiyməti 40 zlot idi. Tələbələr üçün isə cəmi 5 zlot endirim elədilər. 35 zlot deyərək girdim müzeyə. Bütün əksər hissə ikinci mərtəbədə idi. İndi birinci mərtəbədə çalışacağım. Başqa yerlərdə gözə tapım. Burada ölən yahudilərin şəkilləri. Almanların necə öldürdükləri barədə çəkilmiş, əldə çəkilmiş tablo. Alman zabitlərinin şəhərə daxil olma tablosu. Və bu da onların qətliam etdiyi günün bariz nümunəsidir. Rəssamın adı qeyd edilmişdir. Təəssüf ki, İngilis dilində məlumatlar çox azdır. Əksər məlumatlar kolleksiyadır. Bəzilərində İngiliscə məlumatlar var. Onlar haqqında dərc edilmiş məlumatlar. Bunlarda İngiliscə məlumatlar var. Bu alət isə printer xarakteri daşıyırdı, çap maşını xarakteri daşıyırdı. Buna mürəkkəbi hopdururdular və əvvəlcədən hazırlanmış dəmir möhürləri qoyub, bunun üzərindən tor var o xananın, haşiyənin içərisində. Üzərindən onu gəzdirib, kağıza hopdurub belə çap edirdilər və elan formasında lövhələrə, ağaclara, insanların bir toplaşdığı yerlərə yapışdırırdılar. Bugünlük bu qədər. Ümid edirəm ki, ətraflı məlumat verdim.